Gələn həftə sosial müavinətlər və təqaüdlər artırılacaq. Bunu millət vəkili Vüqar Bayramov parlamentin növbədənkənar sessiyasının plenar iclasında deyib. Onun sözlərinə görə artımlar 1,1 milyon vətəndaşı əhatə edəcək. 2018-2024-cü illərdə Azərbaycanda sosial müavinətlər və təqaüdlərdəki artım dinamikası 5 dəfədən çox olub. 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin həcmi 17 milyard manata yaxın olacaq. Bu büdcə xərclərinin 41% deməkdir. Bu o demək ki, 2025-ci ildə dövlət büdcəsinə ayrılan hər 100 manatdan 41 manatı məhz sosial istiqamətə yönəldiləcək. Millət vəkili Pərvanə Vəliyeva isə ilkin tibbi sanitariya yardımı müəssisələrindəki çatışmazlıqdan danışıb. Belə ki, ilkin tibbi sanitariya yardımı müəssisələrinin bir çoxunun zəruri maddi-texniki bazaya malik olmaması əhalinin əhəmiyyətli hissəsinin tibbi xidmətlərə əlçatanlığını azaldır, keyfiyyətli tibbi xidmətin göstərilməsinə maneə yaradır. Kadrların yerli ehtiyaclara uyğun paylanmaması, ailə həkimliyi sahəsində peşəkar kadr hazırlığının uzunmüddətli əsasda planlaşdırılmaması, əhalinin zəruri tibbi xidmətlərə bərabər əlçatanlığına və mövcud kadr resurslarının iş yükünün optimal paylanmasına mənfi təsir göstərir. Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov isə bununla bağlı artıq pilot layihələrə başlandığını deyib. İlkin tibbi xidmətin monitorinq aparılıbdır. Yəni kəndlərdə tibb məntəqələrinin, felçer məntəqələrinin vəziyyəti yoxlanılıbdır, monitorinq olunubdur və onların necə yenidən bərpa olunması, bir çoxları artıq kifayət qədər ağır vəziyyətdədir. Şəhərdə keçirilən bu pilot layihəsinin təcrübəsi olaraq, bu təcrübəsini qəbul edərək, təcrübəsindən yararlanaraq digər rayonlarımızda da bu həyata keçirilməyə başlayacaq. Onu da qeyd edək ki, Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkilinə icazə verilməsini nəzərdə tutan qanun layihəsi ilk oxunuşda qəbul edilib. Bundan başqa yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5%-nin onların sosial müdafiəsi üçün yaradılan xəzinə hesabına əlavə olunması da birinci oxunuşda təsdiqlənib.